Biz Şıx Çimərlik ərazisindəyik. Bura gəlişimizin məqsədi windsurfing haqqında ətraflı məlumatları sizə çatdırmaqdır. Ümumiyyətlə, windsurf nədir? Bununla bağlı ətraflı məlumatı Windsurfing klubunun təsisçisi Ruslan Abbasov çatdıracaq. Ruslan bəy, sabahınız xeyir. Sabahınız xeyir olsun. Windsurfing nə deməkdir? Deməli, bu lövhə üzərində yelkənlə hərəkət edən, küləklə hərəkət edən bir idman növüdür. Bu aktiv idman növüdür. Əslində bizim ölkədə küləkli şəhər olduğuna görə bu idman növü ölkəmizdə yeni-yeni inkişaf eləməyə başlayıb. Mən də sizə bir balaca windsurfing haqqında məlumatlar verəcəm. Gördüyünüz bu lövhə ön tərəfidir, arxa tərəfidir və ona bağlanmış bir yelkəndir. Bu kiçik bir yelkəndir. Ümumilikdə təzə başlayanlar üçün biz daha böyük lövhə və daha kiçik yelkənlərlə başlayırıq, belə deyək. Və indi isə onun necə üstünə qalxıb və düzgün sürüşünü mən sizə göstərəcəm. Bəli, buyurun. Bəli, biz ön tərəfə, sol tərəfə, yəni külək buradan olduğuna görə öncə küləyə baxırıq. Windsurfing də adından göründüyü kimi, yəni wind külək deməkdir. İlk öncə küləyə hiss edirik ki, külək hansı tərəfdən əsir. Düzgün yelkənimizi və bordumuzu istiqamətləndirdikdən sonra üzərinə qalxırıq və bunu bu şəkildə idarə edirik. Bəli, hörmətli tamaşaçılar, küləyin doğru istiqamətini seçmək çox vacib amildir burada. Ruslan bəy, çox təşəkkür edirik.